Hə, bu Ramramay Turizmin müştərilərinə olan məhsullarıdır. Hələ burada ətlər də var, nələr var. Amma indi burada yer olmadığına görə saxlamışıq qıraqda. Hədə, buyur sən bir deyilən görək. Biz Ramramay Turizm ailəsi olaraq bizim fermamız belə var. Yəni deyim, qəssab Əfqan bayaqların kənd sayağı verilişində olan Əfqan qardaşımızla birlikdə bu ballarımızdır, motal pendiridir, belə ramkada olan balımızdır, qaxın qozu, fındığı, yəni şəhərlərə çatdırılması edirik. Bəli, tam şəkildə gözəl, nəhrə, ağlınızda kənd deyəndə nə gəlirsə, yəni bu məhsulların təbiisi, geni dəyişilməyən. Yəni geni dəyişilməyən bu kənd sayağı verilişi çəkmək istəyirsinizsə, bundan cəmaət alsın ki, kəndə gələndə daha kəndlik tapa bilməyəsizlər yəni. Yüksək səviyyədə. Bundan mənası yox. Bəli, həqiqətən təhlükə, qırmızı işıq yandırırıq ki, yəni həqiqətən bunları alsınlar. Səmimi deyirəm. Sağ ol, xeyirli olsun və hər kəsi də dəvət edirik ki, Ramramay Turizm belə deyək, şirkətindən həm belə deyək, kənd məhsullarından istifadə eləsinlər, həm də ki, turizmdən istifadə eləsinlər. Təşəkkür edirəm əziz Sağ olun. Sağ ol. Razı olsun. Təşəkkür edirəm. Sağ ol. Sağ ol gözəl. Usta necəsən? Selamünaleyküm. Ustamızın adı Əfqandır. Əfqan, bu günlərim kənd sayağıda nəyimiz var, neyini yazıyıq? Abi qəşəng induşka var, quzu kababı var, antrikotu, toyuq qənədi, ciyəri, bağırsağı, nə? Kartoşkası. Badımcan, soğanımız, biber, hər şeyimiz var. Qalx futbol klubuna azarkeşlik eləyirsən, yoxsa 100%. 100%? Nəyə görə? Tanışdırışdan sonra görə, yoxsa? Yox, qardaş, qaxımız üçündür. Burada həqiqətən tanışdığa görə yox. Bizim qax cəmadında özün bilsin də bir şeyə dəyər vermək var inşallah. Bütün qaxlılar, yəni qaxda olan bir şeyə dəyər verməyə can atandır inşallah. Bastırma əsasən əvvəldən duzluyurlar. İndi duz elə bir ki əvvəldən olanda üstündən o dadı, duzun dadı alamırsan da, amma torba olanda qəşəng olur. Sən ki, ümumən bir izafə söyləməkdir. Əyri olmayan da bir şiş buradan taxırsan, quyruğu da tutur, elə bir ki bunu da ayrılmağa qoyun, içində qaynayır, o pişirir qəşəng. Bildim. Fikirli, nələr varmış? Amma mən onu başqa cür eləyirəm. Səncə nə cür eləyirəm? 2 il ayda eləmək olur. Yox. Mən bunu, bax, bunu, burasını kəsib tullayıram və buranı kəsib tullayıram. Bunu bölürəm, məsəl üçün 2 yerə. Yumruq arasını taxıb? Arasına, bəli. Düzünə belə bunda axır da, amma belə olanda axmır. Yox. İçində qalır. Bağışla. Yox, estağfurullah. Lazımdır, kebabları aparmaq lazımdır. Stola ki, uşaqlar bir şey yesinlər də. Götürün. O yeməyə heç də qalmaz şey. Orada? Hələ oldu. Hə, burada var, hələ var. Hələ manqalın üstündə də var ha. Hələ var. Siz orada oturun deyə. Gəlin, əyləşin, zəhmət olmasınız dostlar. Gəlin bu yandan oturun da, oturun, gəlin oturun. Tükabra, gətirirəm su. Əziz dostlar, gəlin də, gəlin. Yəni bir dəvətnamə göndərməyək. Gəlin, keçin, əyləşin. Bu günlərim gəldik, Qax Futbol Klubunu kənd sayağı bir gün yaşadıq, çəkdik və bütün bu təşkilatçılığa görə Ramramay Turizmə də dərin təşəkkürümü bildirirəm. Sağ ol qardaş. Var olasınız ki, yəni belə bir şərait qurdunuz ki, biz gəlib bir möhtəşəm bir veriliş çəkə bildik. Həmişə Qax Futbol Klubunun yanındayıq. İnşallah ki, etimadlarımızı doğruldarlar. İnşallah. Sağ olun.